Gəlin belə bir maraqlı üçbucaq sualının həllinə baxaq. Burada x-in uzunluğu soruşulur. Gördüyümüz kimi ADY üçbucağı bərabəryanlı üçbucaqdır. O zaman bərabəryanlı üçbucağın təpəsindən bir median çəksəm, o median həm hündürlük, həm də tən bölən olar. Yəni E-dən bir hündürlük endirirəm. Bu hündürlük həm də median olacaq. Yəni 12-ni 6 olaraq 2 yerə ayıracaq. Bu nöqtəyə bir K nöqtəsi deyək. Görürəm ki, KY də, BC də eyni bir AB düz xəttinə perpendikulyardılar. Hər iki halda 90 dərəcə alırıq. Deməli, buradan alınır ki, KY paraleldir BC-yə. O zaman mən bura bir alfa desəm, bu bucaq da alfaya bərabər olacaq. Çünki uyğun bucaqlardır. Burada 90 dərəcədir. Alfa və 90'lar uyğun olaraq bir-birinə bərabər olduğuna görə üçbucaq AKY oxşar olacaq üçbucaq ABC-yə. Yəni AK-nın AB-yə nisbəti bərabər KY-nin BC-yə nisbətinə, o da bərabər AY-nin AC-yə nisbətinə. AK-nın 6 olduğunu bilirik, AB-nin uzunluğunun isə 18 olduğunu bilirik. Bərabər KY məhsuldur, bölünsün BC, BC-də 12-dir. 6/18 həm də 1/3-dür. Buradan KY-miz 4-ə bərabər olacaq. Deməli, bu parçamızın uzunluğu 4 imiş. Onda x-imiz bərabər olacaq kök altında AK-nın kvadratı, yəni 6-nın kvadratı üstə gəl KY-nin kvadratı, yəni 4-ün kvadratı. Bu da bərabər kök altında 36 üstə gəl 16, yəni kök altında 52. Bu da 2 kök altında 13-ə bərabərdir. Doğru cavabımız 2 kök altında 13-dür.